Əziz dostlar, dünənlərim mən sizinlə çox söhbət eləmək istəyirdim. Ancaq təəssüf ki, bilmədim niyə oldu. Mən evə gəldim, rayondakı evə gəldim və son dərəcə özümü yorğun hiss elədim. Özümü yorğun hiss etdiyimə görə mən düşündüm ki, bu günləri, dünənlərim sizinlə danışmayım. Amma bu günlərim biz mütləq söhbət eləməliyik. Mənim sizə deyəcəklərim var da. Deyəcəklərim nə mövzudadır? Deyəcəklərim müasir pərakəndəçilik haqqındadır. Daha doğrusu bugün mən dünyada baş verən pərakəndəçilikdə olan trendlər haqqında qısaca məlumat vermək istəyirəm. Və mən hesab edirəm ki, hətta mən əminəm ki, bu trendlər çox tezliklə Azərbaycanımızda da öz əksini tapacaqdır. Çünki Azərbaycan dünyanın bir parçasıdır və dünyada olan proseslər təbii olaraq özünü Azərbaycanda da gec-tez göstərəcəkdir. Ümumiyyətlə sizə deyim ki, pərakəndəçilik biznesin aynasıdır. Yəni retail dünyaya da fikir versək, pərakəndə şəbəkələr və yaxud onlayn retailerlər brend dünyada biznesə elə bir ki yön göstərir. Mən hesab edirəm ki, son informasiya kommunikasiya texnologiyaları, son olaraq internet və s. öz-özlüyündə pərakəndəçilikdə də yeni, bizim daha əvvəl öyrəşmədiyimiz tendensiyaları, trendləri özündə göstərir, birləşdirir. Bu hansı trendlərdir? Biz hesab edirik, bu arada, bu trendlər 2017-ci ildə Dünya Pərakəndəçilər Assosiasiyasında da əsas trendlər hesab edilir. Belə deyək də, onlar hesab edirlər ki, həqiqətən də retail, pərakəndəçilik o istiqamətə doğru gedir. Bu hansı istiqamətlərdir? Birinci istiqamət. Bu istiqaməti mən belə deyərdim də, hibrid format dünyada öz aktuallığını artırır. Əgər biz əvvəllər düşünürüksə ki, bir var offline satış, yəni mağazaçılıq, bir də var online satış, yəni internet mağaza. Artıq bunlar offline və ya online öz-özlüyündə ayrı formada işləmir. Ümumiyyətlə, belə bir anlayış yoxdur. Və uğurlu retail mütləq özündə 1 qram offline, 1 qramda online'ı birləşdirməlidir. Daha doğrusu, hətta dünyanın ən böyük online retaileri Amazon belə öz-özlüyündə çalışır ki, özlərinin çoxlu, ruslar demişlər, punkt vıdakı da, elə bir ki, alış nöqtələrini, müştərinin oradan malı götürmək nöqtələri açsın ki, bu həm müştəriyə inamı artırır, həm də müştəri rahatçılığını artırır və bu öz-özlüyündə və digər nöqtədən digər retailerlər, Walmart belə özünün online istiqamətini yaradıb ki, bu da biz bu haqda İlkin Manat.com-da söhbət eləmişdik ki, Amazon da əslində online mağazanı almaqla öz biznesini hibrid formaya salır. Məsələn, mənim çalışdığım mebel sektorunda bu hibrid forma özünü necə göstərəcək? İlk öncə qeyd edeyim ki, daha əvvəllər 10 illərlə mebel salonları özlərinin böyük həcmləri ilə göz doldururlar. Məsələn, dünyaya mebel satışını öyrədən IKEA-nın minimum kvadraturası 12-15 min minimum kvadraturası budur. Yalnız salondan söhbət gedir. Ancaq müasir retail, müasir mebel sənayesi bu istiqamətə doğru getmir. Müasir retail özündə artıq böyük ərazilər tutmaq deyil, kiçik formada, belə demək mümkünsə, nümunəli showroomlar düzəltmək və bütün asortimenti internetə qoymaqla öz əksini tapır. Yəni ki, düşünün ki, hansısa bir format var. Bu formatda siz şəhərin gediş-gəlişli yerində 200-300 kvadrat metrlik bir salon açırsınız. Burada öz nümunələrinizi sərgiləyirsiniz və ən əsası bu nümunələri sərgilədikdən sonra artıq böyük bir ekranda müştəri gəlir, sizin internet salona girir, oradan mebelləri sifariş verir və istədiyi halda o mebellərin nümunələrini reallıqda baxıb ona əlini vurur, materiala baxır, rəngə baxır və s. Hibrid retail özünü bütün sahələrdə göstərir. Dünyanın ən böyük pərakəndə şəbəkələri belə artıq özlərinin onlayn satış sistemlərini qurublar və onlar düşünürlər ki, ya müştəri onlaynda baxıb gəlib offlaynda alacaq, yəni internetdə oturur, araşdırır, hər şey okey, gedir satış nöqtəsində alır və ya əksinə gəlir satış nöqtəsinə, öz əli ilə hər şeyə baxır, öz əli ilə görür, əmin olur, qayıdır internetdən alır. Dolayı yolla pərakəndəçiliyin istiqaməti, pərakəndəçilik, hibrid, elə ki, həm ondan, həm bundan olan sistemə doğru gedir. Bu birinci trend deyil.
İkinci trend, bence bu trendi biraz biz kinolarda en çok görürük. Belə demək mümkünsə, virtual reallıq deyə bir anlayış var. Bu günlərin dünyanın ən böyük ev satan şirkətləri artıq binanı tikməmişdən əvvəl sənin mənzilini elə formada sənə təqdim edir ki, sən artıq tikilmiş mənzildə özünü görürsən. Məsələn, sən 17-ci mərtəbədən özünə 120 kvadrat metrlik ev alırsansa, sən gözünə 3D açıqını taxırsan və evin içərisində başlayırsan gəzməyə. Pəncərədən baxırsan ki, həyat necə olacaq və s. və s. Bu bir növ virtual reallıqdır. İnsan nəyisə dadmadan, nəyisə real görmədən o reallığa gedir və onu görür ki, gələcəkdə bu necə olacaq. Bu öz-özlüyündə özünü onda göstərir ki, artıq dediyimiz hibrid format daha da aktuallaşır. Çünki insanlar virtual reallıqla daha asan internetdən alış-veriş edə bilirlər. Görürsünüz, birinci formatda, birinci trenddə də, ikinci trenddə də pərakəndəçilik bir avəzdə internetlə bağlıdır. Niyə bağlıdır? Çünki hamımızın cibimizdə telefon var və təbii olaraq bu biznesə təsir edir. Və mən hesab edirəm ki, mütləq qaydada istənilən offline biznes bugün artıq özünün online istiqamətini qurmalıdır ki, həm də orada işlər düzgün təşkil etsin. Eyni zamanda bu şey online biznes quranlara da aiddir. Məsələn, əgər sizin internet mağazanız varsa, sizin mütləq qaydada offline-da da olan bir nöqtəniz olmalıdır. Hətta bir neçə nöqtəniz olmalıdır. Müasir pərakəndəçilik, ümumiyyətlə, retail dünyanın ən sadə olduğu qədər də mürəkkəb biznes istiqamətidir. Çünki burada qəliz heç nə düşünmək olmur. Çünki burada hər şey konkretdir. Çünki burada insanlar o yerə pul verirlər ki, onlar onu başa düşürlər. Deməli, retaildə olan bütün qaydalar, bütün qanunlar qəliz olmamalıdır, müştəri tərəfindən başa düşülən olmalıdır və ümumi ana tendensiyalara uyğun olmalıdır. Mən hesab edirəm ki, Azərbaycanda da pərakəndəçiliyin inkişafı qlobal trendlərdən pay götürməklə, qlobal trendlərdən öyrənməklə özünü göstərəcəkdir. Retaildə olan növbəti bir istiqamət dünyada görünən bütün bizneslərin böyük təşkilatlar tərəfindən, böyük korporasiyalar, böyük bizneslər tərəfindən idarə edilməsidir. Dolayı yolla, hansısa bir hər şey satan bir mağazanın şəbəkə olmadan fəaliyyəti çox çətindir. Və əgər hansısa bir sahibkar, hansısa bir kiçik biznesmen böyük rəqabətdə dözmək, qalib gəlmək, nəinki qalib gəlməkdə, yəni sağ qalmaq istəyirsə, o mütləq elə bir məhsul, dolayı yolla xidmət təklif etməlidir ki, o məhsul və ya xidmət digər heç kimdə olmasın. Pərakəndəçiliyin üçüncü vacib trendi ondan ibarətdir ki, yalnız və yalnız niş bazarlarda olan kiçik pərakəndəçilər qalib gələ bilərlər. Digər bütün sahələrdə, məsələn, FMCG pərakəndəçiliyi və yaxud digərində mütləq qaydada böyük korporasiyalar olmalıdır. Çünki sən əgər böyük olmasan, sən regional anbarlar qura bilməyəcəksən, sən böyük olmasan, əsas istiqamət edə bilməyəcəksən və sən böyük olmasan, heç bir şəkildə səndən böyüklərlə rəqabət apara bilməyəcəksən. Səndən böyüklərlə rəqabət aparmağın yeganə yolu kiçik formatlarda böyüklərin edə bilmədiyi unikal məhsullar təklif etməkdir. Biz bu sahələrin hər birini izləyirik və gündəlik iş fəaliyyətimizdə bunu tətbiq etməyə çalışırıq. Məsələn, German Studio'da biz oktyabr ayından 3D formatında mətbəxin nümayişini həyata keçirəcəyik. Dolayı yolla biz artıq bunu sifariş vermişik və inşallah oktyabr ayında German Studio'da belə bir xidmət olacaqdır. Sizin hazır olmayan mətbəxiniz bizim tərəfimizdən dizayn ediləcəkdir və müştəri gəlir içəri, siz gəlirsiniz bizim salona, gözünüzə açıqını taxırsınız və başlayırsınız mətbəxinizdə gəzməyə. Bunun üstünlüyü odur ki, siz mətbəx möbilini sifariş etməmişdən qabaq tam şəkildə ergonomik cəhətdən hiss edirsiniz ki, nə necədir. Bu sözün açığı hələ dünyada bir yenilikdir. Bu ilk dəfə Köln fuarında 2016-cı ilin fevral ayında olan Köln fuarında, yanvar ayında olan Köln fuarında təqdim edildi və biz o fuarda bunu sifariş verdik. Onlar da bizə dedilər ki, avqust ayından istehsala başlayırıq. Və mən ona görə biz artıq istehsala sifarişini vermişik və mən inanıram ki, oktyabr ayında German Studio salonlarında siz artıq öz mətbəxinizə virtual reallıqda görə biləcəksiniz. Hər bir sahədə olduğu kimi innovasiyanın arxasınca getməsən, innovasiya sənin üstündən keçəcək. Çox sağ olun. Bir daha sizə tövsiyəm, özümə də tövsiyə verirəm. Çox işləyin, hərəkət eləyin. Məncə hər şey əla olacaqdır. Bir də ki, nəsə alınmasa, nəsə
alınmırsa, nə etmək lazımdır? Güzgüyə baxmaq lazımdır.